şeir məclislərində, tədbirlərdə deməli həmişə son sözü şeir demək üçün Tofiq Bayrama verirdilər. Və Tofiq Bayram da o zaman ən məşhur olan şeirlərini oxuyurdu. Balakardin şeirini, Vağzalı çalmır, anam ağlayır, ay gecikən məhəbbətim. İllər boyu səni gəzdim, ay gecikən məhəbbətim. Sən yubandın, mən tələsdim, getdi gənclik tərabətim, ay gecikən məhəbbətim. Ay gecikən məhəbbətim. Necə bunsuz keçinmək olar? Onda Tofiq Bayram tam olmaz. Tofiq Bayram bax belə bir şair idi. Məhəbbətinin o gecikməyi də bunun necə onu poetikləşdirmişdi, necə onu mənalandırmışdı. Bir qadın mənə yaxınlaşdı. Gənc deyildi də, axır müəyyən yaşda idi. Mən fikirləşdim ki, ilahi, bu gözəlliyində də insan olar. Həddindən artıq gözəl qadın idi. Mənə dedi ki, xanım, məndə bir əmanət var, mən onu sizi çatdırmaq istəyirəm. Bir şeir var, onu Tofiq Bayram mənə həsr eləmişdi. Ay gecikən məhəbbətim şeiridir. Həmin o şeiri o mənə verdi. Mənə verdi, mən oxudum. Yəni, o çap olunmuş, bu musiqi bəstələnmiş şeirin müəyyən hissələri orada vardı, amma bir qədər fərqli idi. Tofiqin kitabını nəşr eləyəndə mən Ay gecikən məhəbbətim şeirini 2 variantını verdim. Birinci variant o xanım mənə verdi, birinci variant. Bir də ikinci variant. Bir növ cismani xarakter daşımırdı, bilirsiniz. İlahi eşqidir o. İllər boyu sən gəzdim, ay gecikən məhəbbətim. Sən yubandın, mən tələsdim, getdi gənclik təravətim. Ay gecikən məhəbbətim.